Salam, sabahınız xeyirli olsun. Bugün mənim üçün sabahdır. Saçımı açmışam. Dünənləri duş aldım, çıxdım. Saçımı belə bir dənə hördüm. Bu hala gəldim. Mənim saçım zaten özü nəmlidir belə. Nə qədər çimsəm belə, nə qədər saçımı yusam belə, bir gün sonrası yenə yağlıdır. Yəni çox əziyyət çəkirəm bu yöndən. İndi gedirik biz Qubaya, tikişlərimi açdırmağa. Bir dənə göstərim sizə, baxın. Qulağım elə də sarğıdadır. Əslində nənə sarğıdan çıxmışdı. Yenidən sarğıya salındı ki, bir dənə infeksiya falan düşməsin. Bugün artıq həkimin göstərişi ilə hərəkət eləyəcəyik. Qulağım açıq qalacaq, yoxsa yenə sarğıda. İnşallah ki, açıq qalar. Çünki sarğıda məni çox incidir. Çünki hər dəfə bağlayıb açanda qulağımda bu saçlarım ücə tökülür bu tərəfdən. Dartıb çıxaranda saçlarım çıxır, incidir. Gedək baxaq nə olacaq. Videomda sizlə bölüşəcəm. Çox sevinirəm ki, bugün hava gündür. Neçə gündür yağış yağır. Yəqin ki, vloglardan xəbərdarsınız. Bugün çox gözəldir hava. Bu mənim tanışlığa gəlmişsiniz kombinimdir. O videoları falan görməmişsiniz. İnşallah bundan sonra həyatımda nə olur, hər günümü vloglayacağam. Yeni izləyicilər də xoş gəlib. Dünənki videomdan yeni izləyicilər gəlmişdi. Kanalıma əgər hələ də abunə olmayanlar da varsa, abunə olsanız çox yaxşı olar. Gözləyirəm. Bayaqki videoda göstərdim çəpiş kəsirlər. Baxın burada belə indi göstərim sizə. Ürəyin içində oturmuşam. Çox romantikəm. Max da gəldi yanıma. Bilir kimin yanına gəlməlidir, hə Max? Bu da qardaşım. Bugün qardaşıma da gedib kart alacağıq. 18 yaşı olmuşdu. Bundan əvvəlki videoda göstərmişdim. Tutturub ki, mənə kart alın. Artıq 18 yaş olduğuna görə öz adına kart da düşür və gedirik bu oğlana bugün kart almağa. Açdırıb deyəsən götürməyə gedirik, hə? İlk dəfədir ki, bir videonu həmən gün çəkib, həmən gündə editləyirəm. Normalda bir gün arasında məsafə olur. Sizlərə çox təşəkkür eləyirəm. 5 gündür mən artıq ardıcıl videolar paylaşıram. Videolarımın baxışı çox da yaxşı olmasa da, abunə sayı ürəyimcədir, həqiqətən. Yeni 270 insan mənim kanalımı kəşf edib və mənim kanalıma abunədir. Hər dəfə bunu vurğulayacağam, çünki bu mənim üçün motivasiyadır. Əgər siz də hələ də kanalıma abunə deyilsinizsə, abunə olmağınızı çox xahiş eləyirəm. Yeni kəşf etmisinizsə də kanalıma xoş gəlmisiniz. Əminəm ki, mənim kanalımı sevəcəksiniz. Quba rayon mərkəzi xəstəxanasına gəldik. Tam bir həftə əvvəl mən burada qulağımdan əməliyyat olmuşdum. Bir həftə sonra həkim dedi, yaxınlaşarsınız və qulağındakı tikişi açılar. Çox da ağrı olmadı, amma tikişlərim açıldı. Gedirik bu oğlana kart almağa. Nə düşünürsən? Düşünmüyorum. İçində pul olacaq. Pul kaçlık var. Da kartı nə edirsən? Aha, nə qədər pul Yani varlı uşaq deyə bir dənə 100 manat. Ben bir tane Vay. Çöldə mikrofonsuz çəkmək alınmır, kənar səslər mənim səsimi odaqlamır. Ona görə də bu videoda səs yazma çox olacaq. Kameramın üstündə mikrofonum var idi, sadəcə kameranı satdığıma görə mikrofonum da yoxdur. Xeyir olsun, içi dolu olsun. Derdeki içi boşta. Rezil doldurar. İndi unpacking. Zədələnməmiş olmalı. Hadi yəni sənə təmiz verib də o mənada aç. Hə, eləmə. Malım mən. İçində bunun stikerləri var idi. Var da. Çıxarıb göstər. Mən bu pul olanı mamama vaxt kart alanda mənə vermişdi. Mən kompüterimə yapışdırmışdım, amma CV-ni bağlamaq üçündür. Ha, o vuracaq. Belə gəl maral. Mübarəkdir sənə. Sağ ol. İşte.
Burada sizə fikrimi izah eləyirəm. Sadəcə kənar səslər çox olduğuna görə səs yazacağam. Biz indi Qubanın Megastore-undayıq. Kiçik alış-veriş eləyəcəyik. Xüsusilə də obyektdə çalışmayan ərzaqlar alınacaq. Əlimizdə kartlar və sənəd var idi. Yəni mağazanın sevmədiyim tərəfi o idi ki, bizdən bunun qoymaq tələb olundu. Qubanın Megastore-undayıq. Ata restoran üçün lazım olanları alırdı. Biz də ikimiz kənarda özümüzə lazım olanları alırdıq. Tam da bu hissədə həqiqətən çox lazımsız, gərəksiz, amma bir o qədər maraqlı məhsullar aldıq. Gərəksiz deyəndə üzüm səpkilidir, bilirsiniz yəqin ki, müalicə alıram, müalicələrim bitmir. Yəni buna rəğmən mənim gəlib tapdığım stendlər bunlardır. Yəni görə bilərsiniz, sadəcə bunlar. Şərif parkdan arabam var. Bir adam üstünü çəkir. 7 milyon araba. Əşi, bunu da şükür. Gedək indi bir dənə də su alaq. Ata bilmirik daha başqa nələr alıbsa. Su da alaq, su yekunlaşır. Gedək. Bura çox böyükdür. Mən içərini çəkə bilmirəm. Çünki istəmirəm insanların üzü düşsün və o çayını inirsən. O da yəqin gəlib özünə qazlı alacaq. Mən qazlı içmək istəmirəm indi. Ona görə mango bunu alacağım. Sən? No alkohol. Mojito. Halal. Min bərəkət halal min. Biz aldıq. 95 manat deyəsən xərcimiz çıxdı videonun üzərində və videonun sonunda qəbzi paylaşacağam. Bu da atamın kartıdır. Atam deməli kartına pul var idi. O bir kartı bloklanmışdı. Məcbur yeni bir kart almalı oldu. Gəlin bunu açım, göstərim. Mən də cıracağam deyirsən. Bu da atamın kartıdır. Stikerdən. Stikerlərindən var. Burada kartdır. Nə deyim? Eyni kart, eyni şeydir. Qardaşımda da gəlay maralım var idi. Burada da CVV üçün yapışdırıcılardır. Kişilərə ayrı verirlər, qadınlara ayrı. Nə, eyni şeydir. Həqiqi, sənə də eyni vermiş. Mənim Leo bankım yoxdur. Hə, məncə ola bilər, amma nə bilim, eyni stikerlərdir axı ikisində də. Sənin öz kartına bu kartın deməli arxa hissəsində olan CVV-sinə ver bir dənə. Kartın arxa hissəsində 3 rəqəmli kod olur da. Bayaq sizə stikerlər göstərdiyi. Bunlardan birini yapışdırmaq istəyir. Hansını istəyirsən? Əlbəttə mən şişirəm də indi. Şir, sən o şir bürcüddə indi. Qubadayıq. Gedirik obyektə, Xanagah kəndinə. İndi ora gedəcəyik və alış-veriş videomuzu göstərəcəm sizə. Gedə bilərsən. İndi sizə səslə bir-bir aldıqlarımızı göstərirəm. Elə zənn edirsiniz ki, bunları təkcə özümə almışam. Xeyr, tək yəni özümə yemirəm. Bir də bizdə burada çayla pletka da verilir. Onun üçün satışa qoyulur. Və krakslar aldım. Nəsə canım çəkdi bu dəfə, gördüm aldım. Çiğ köftəni niyə alıram soruşsaz, bu yaxınlarda kanalda video olacaq. Ona görə kanalımı izləyin və bu çiğ köftəni hazırlayacağıq. 2 dənə konfet çeşidi aldıq. Yenə kraks var idi. Yoğurt mən çox sevirəm. Yəni yoğurt sevdamı heç kim sorğulamasın. Uşaqlıqdan bəri ən sevdiyim şeydir. Bu deyəsən sarımsaq sosu idi. İlk dəfə gördük, sınamaq istədik, ondan aldıq. Lovitanın bu çeşidlərini də sevirik. Ümumiyyətlə Lovita markası çox qəşəngdir. Çox vaxt uzun yaşıl acı biberlər alırıq, amma bu dəfə bu berrakdır, nə də markadan ondan aldıq. Görək dadı necədir. Mayonez və qarox aldıq. Bunlar da ki məncə lazımlı bir şeylərdir. Qalan tərəvəzlərdir. Bunları isə ata alıb. Bu hissəyə biz qarışmamışıq. Yəni bayaq gördüyünüz hissə bizə aiddir, bunlar isə bizə aid deyil. Xiyar, limon, badımcan. Nələrin qiymətini görmürsünüzsə, ən axırda qəbzi paylaşacağam. Videonu saxlayıb o cür izləyə bilərsiniz. Bir də bu qədər acı biberi 33 qəpik məncə çox qəşəngdir. Ən sonda Sənan maşında qoyub videoda göstərmədiyim turşu xiyar və reyhan var. Bunları maşından gətirdi deyə sonda qoymalı oldum. Bir də son olaraq bu var. Baxın, meyvə tərəvəz niyə vurublar bu üstünə? Hə, Quba toyuq 21 manatda bu tutub. Totalda bu qədər aldığımız məhsula 96 manat pul ödədik, ata ödədi. Bunu da göstərirəm. Birdən ki, nəsə qiymətlər maraqlı gələ bilər. Videonu yavaşladıb o cürdə baxa bilərsiniz. Rayonda mən Bakıyla müqayisə eləyəndə Bakıda qiymətlər daha bahadır rayona nisbətən. Bu arada onu da qeyd edim. Qubadan gələn kimi də özümə belə don aldım. Baxın qiymətinə 19 manatdır.
Düşündüm ki ileride toylar var, hansınasa birinə geyinmək olar. Biraz yırtmacı çoxdur. Onu da tikəcəm mən. Belə yırtmaclı geyinə bilmərəm. Belə, amma qəşəng də ona oxşuyur. Və eniştənizə belə kofta almışam Defacto'dan. O belə koftaları geyinir, qabağı düyməli. Ona görə bunu da ona aldım ki, bəyənər məncə. Və belə kroplar aldım. Bir dənə bunun qiymətinə baxın. 2 dənəsinə 5.85. Çox uyğundur məncə. Bu kropları da kostyumun altından falan geyinmək olar. Kostyumun altından geyinib ki, kostyumun içi boş qalmasın da. Onun üçün almışam. Yoxsa belə qısa geyinmirəm. Bunu da göstərim. Bayaqdan göstərmişkən bu da bir müştərimin sifarişidir. Səbətdə 35 manatı keçəndə pulsuz vurmaq olur. Bu da mənim üçün vura bilərsən. Mən də bu da onun sifarişidir. Bunları vurmuşam opşin. Ən sonda isə belə oğlan corabları aldım. Bunun qiyməti 17 manatdır, 7 dənəsi. Amma mən 12 manat aldım. İndi baxıram ki, qiyməti qalxıb. Bunu da Sənana qardaşıma, atama, eniştənizə belə verəcəm. Yəni özümə yox, onlar üçün aldım ki, səbətdə endirimdən gəlir. Bir də baxdım, pambıqdır bunlar və qiyməti də 7 dənəsinə 12 manat ödədim. Bilmirəm, çoxdur ya yox, yaxşıdır məncə. Videoya baxanlara da məncə maraqlı gələcək ki, o çiğ köftə necə hazırlanacaq. Ona görə də bu videonu montaj eləyib gedib yemək yeyəcəm və sabah sizə o çiğ köftə videosunu kanalda paylaşacağam. Hazır məhsullar, hazır qidalar ziyanlıdır, amma arada alıb yemək, sınamaq olar məncə. Bu meşə böyürtkənidir. Biz də burada bu il geç çıxıb yağışlara görə. Dadını çox bəyənirəm, belə gördükcə də yığıb yeyirəm. Videomu izlədiyinizə görə təşəkkür edirəm. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın, kanalıma abunə olun. Sizləri sevirəm.